Bu günlərim erkən orta əsrlərdə yaranmış türk dövlətlərindən danışacağıq. Dövlətlərin yaranmasından başlayarkən ilk öncə xalqların böyük köçünü qeyd etməliyik. Xalqların böyük köçünə görə xalqların böyük köçü 4-cü və 7-ci əsrlərdə olmuşdu və bu xalqların böyük köçünün səbəbləri var idi. Siyasi, iqtisadi və sosial səbəbləri vardı. Siyasi səbəb Çin əsarəti ilə barışmayan türklərin azad olaraq dövlət yaratmaq istəyi idi. İqtisadi səbəb otlaqların çatışmaması, sosial səbəb isə əhalinin sayının artması idi. Xalqların köçündə iştirak edən türklər, alanlar, qurtlar və slavyan tayfalarıdır. Bunların içərisində türk tayfaları cənub-qərbə doğru hərəkət edərək Mərkəzi Asiya istiqamətində gedərək Axun dövlətini yaratmış, şimal-qərbə gedənlər isə Avropaya daxil olaraq Qərbi Hun və yaxud da Avropa Hun dövlətini yaratmışdılar. İlk öncə Axun dövlətindən başlayaq. Axun dövləti 4-cü yüzilliyin ikinci yarısında yaranmış, 567-ci ilədək mövcud olmuşdu. Azərbaycanda bəzi tayfalar var ki, onlar Axunların varisi hesab olunur. Bu, qədim dövrdə yaşamış Kadosi tayfalarıdır. Kadosilər. Orta əsrlərdə yaşamış isə Abdal tayfaları Axunların varisləri hesab olunur. Axun dövlətinin tərkibinə daxil olan ərazilər Mərkəzi Asiya, Əfqanistan və Şimal-Qərbi Hindistan əraziləridir. Qonşuları qərbdə Sasanilər, şimalda isə Göytürk dövlətidir. Axunların adı keçən hökmdarları Eftal xandı, Abdal xanda deyirlər. Həmin hökmdarın adı ilə dövlət İftaliklər də adlanmışdı. Daha sonra Sasanilərlə mübarizə aparan Ağsuvar xanın adı çəkilir. Ən qüdrətli dövrlərdən biri isə Mehrəqul xanın vaxtında olmuşdu, 6-cı əsrin birinci yarısı. Axun hökmdarlarından Ağsuvar xan 430-cu ildə hakimiyyətə gəlmişdi və o hökmdar Sasanilərlə mübarizə aparmış, hətta Sasani şahı Firuzu hökmdar taxtına əyləşdirmişdi. Ancaq Sasani şahı Firuz ona dönük çıxırdı, tez-tez ona qarşı çıxdığından dolayı onu dəfələrlə məğlub etmişdi. Hətta Sasanilərə qarşı türklərin ənənəvi taktikası olan Turan taktikasından da istifadə etmişdi. 484-cü ildə Heratı Sasaniləri məğlub edərək ələ keçirmişdi. Firuzdan sonra hakimiyyətə gəlmiş Qubadın vaxtında Məzdəklər hərəkatı genişlənirdi və bu Məzdəklər hərəkatı zamanı taxtdan salınan Qubad kömək üçün Axunlara müraciət edir. Axun hökmdarı həm Məzdəklər hərəkatının yatırılmasına Qubada köməklik etmiş, həm də bunlar qohum olmuşlar. Qubad Axun hökmdarının qızı ilə evlənmişdi. Onu da qeyd edək ki, Xosrov Ənuşravan anası Axun hökmdarının qızı idi. Axun hökmdarlarının ən görkəmli isə Mehrəqul xandır. 6-cı əsrin birinci yarısında hakimiyyətdə olubdu. Onun yaxşı təlim görmüş nizami ordusu vardı və bu ordunun hesabına Hindistana uğurlu yürüşlər edərək şimal-qərbi Hindistanı tabe etmişdi. Ərazilərin böyüməsi, genişlənməsi, idarə etmə sistemində çətinliklər yaradırdı. Mərkəzi hakimiyyətə qarşı etirazlar çoxalırdı. Feodalların müstəqillik arzusu və ərazisində müxtəlif dinlərin yayılması Axun dövlətinin zəifləməsinin səbəbləridir. Onu da qeyd edək ki, ərazisində müxtəlif dinlərin yayılması həmçinin də Uyğur dövlətini götürə bilərik. Uyğur dövlətində də zəifləmə səbəbi idi. Və 567-ci ildə Göytürk hökmdarı, daha doğrusu Göytürklərdə İstəmi Yabğunun dövrü, yəni Yabğu kimi fəaliyyət göstərən İstəmi Xaqan və Sasanilərdə Xosrov Ənişiravan birləşərək Axun dövlətinin varlığına son qoymuşdular. Axunu süqut etdirmişdilər. Növbəti türk dövləti köç dövründə yaranan Qərbi Avropa, yəni Hun İmperatorluğu və Avropa Hun İmperatorluğudur. Bunlar şimal qərbə doğru hərəkət etmişdilər. Yəni İdil çayına qərbə doğru hərəkət edərək Avropa ərazisinə daxil olmuşdular. Ona görə də Qərbi və yaxud da Avropa elə onun getdiyi ərazi ilə adlanır. Qərbi Hun İmperatorluğunun qurulması da Axun dövləti kimi 4-cü əsrin 70-ci illərinə düşür və 470-ci ilə qədər dövlət mövcud olubdur. Ərazisi İdil çayından, yəni Şərqdə İdil çayından qərbdə Reyn çayına qədər, şimalda Baltik dənizindən cənubda Balkan yarımadasına qədər olan geniş əraziləri əhatə edirdi. Adı keçən hökmdarları dövlətin banisi olan Balamir xandır. Bu banisi hesab olunur dövlətin. Attila və Bileda qardaşlarıdır və Attilanın oğlunun adı çəkilir.
Toponimlər və Hunların varisləri hesab olunan tayfalar var. Hal-hazırda Türk xalqları və Macarlar özlərini Hunları özlərinin varisi hesab edirlər. Hun hökmdarların, Qərb Hun hökmdarlarından deməli ilk öncə biz Tanrıxanın adını çəkirik. Tanrıxan 2-ci, 3-cü əsrlərdə tayfa başçısı olubdu. Yəni Qərb Hunlarının hökmdarı sayılmır. O Azərbaycanda möhkəmlənmiş və Anadoluya yürüşlər etmişdi. Dövlətin qurucusu isə 374-cü ildə hakimiyyətə gələn Balamir xandır. Don və Dil çayları arasında yaşayan Alan tayfalarını tabe etmiş, Oskot krallığını məğlub eləmişdi, Qırımda digər bir Qot tayfalarını məğlub etmiş, Azov ətrafı əraziləri Kuban və Terik ələ keçirərək dövlət qurmuşdu. Ondan sonra hakimiyyətə 434-cü ildə Attila və Bleda qardaşları gəlir. Bleda qardaşları. Və bunlar birlikdə 445-ə qədər idarə edirlər. 445-ci ildə isə Attila artıq tək başına hakimiyyətə sahib olur. Şərqi Roma və Bizansa yürüşlər 434-cü ildə bunlar Şərqi Romaya yürüş edirlər, yəni Bizans dövlətinə yürüş edirlər. Səbəbi isə Bizansın onlarla əlaqələrini kəsməsi idi, tayfaları onlara qarşı qaldırması idi və bunlar arasında müqavilə bağlanılır və xərac ödəməyi öhdəsinə götürür Bizans və ticarət əlaqələri tənzimlənir. Ancaq Bizans yenə də sözün üstündə durmurdu, tayfaları Qərb Hunlarına qarşı qaldırırdı. Ona görə də ikinci dəfə 447-ci ildə yürüş təşkil edirlər Bizansın üzərinə. Bu dəfə də Bizansı çətin vəziyyətə salırlar və Bizans yenidən xərac ödəməklə böyük məbləğdə müqavilə imzalayır və böyük məbləğdə xərac ödəməyi öz öhdəsinə götürür. Deməli, burada da yenə xərac söhbəti var. Bizans üzərində uğurla qayıtdıqdan sonra isə növbəti hədəf Qərbi Roma imperiyası idi. 451-ci ildə Qərbi Romanı hədəf alırlar. Keçmiş Qaliya ərazisi, indiki Fransa ərazisinə daxil olurlar. Burqundiyanı ələ keçirib Orlean tuturlar və Katalaun adlanan yerdə qarşı-qarşıya gəlir Roma ordusu ilə. Roma ordusunun tərkibində muzla tutulmuş döyüşçülər də var idi. Qot və Frank tayfaları da Qərb Hun imperatorluğuna qarşı Roma ordusunda döyüşürdü. Katalan adlanan çöldə bunlar qarşı-qarşıya gəlirlər, ancaq üstünlük heç bir tərəfin olmur. Qərb Hun imperatorluğunun orduları geri çəkilir. Daha doğrusu Qərbi Romanın qoşunları geri çəkilir. Attila isə Qərbi Romanın üzərinə yürüşü davam etdirmir. Səbəb isə həmin onların ordusunda xəstəliklərin yayılması idi. Hazırlaşıb növbəti dəfə 452-ci ildə hücum etmək istəyir. Ancaq bu dəfə də Roma papası xahiş eləyir ki, Roma şəhərini dağıtmasın, tutmasın. Onun xahişini nəzərə alan Attila Roma şəhərinə daxil olmur. Romanı tutmasa da, amma Qərb Hunları Roma üzərində üstünlük qazanmış hesab olunurdu. Qərb Hunlarının ən görkəmli hökmdarları dedik ki, Attila idi. Ona Tanrının qırmancı dünyanı titrətmək üçün doğulan adları verilmişdi Avropa əhalisi tərəfindən. Daha sonra isə 453-cü ildə Attila vəfat eləyir. Onun vəfatından sonra oğlu, böyük oğlu hakimiyyətə gəlir. Onun vaxtında isə Alman tayfaları dövlətə qarşı üsyan qaldırır və həmin o üsyanı yatırmağa gedərkən o da həlak olur. Kiçik oğlu Caba isə Macaristanda məskunlaşır və orada yeni bir dövlət yaradır. Hətta Macar xalqı ona əfsanələr bəhs eləmişdi, yaratmışdı və onun şərəfinə paytaxt Budapeştdə heykəl qoyulmuşdu. Türk xalqları və Macarlar ümumiyyətlə onları özlərinin varisi hesab edirlər. Növbəti Türk dövlətimiz Göytürk xaqanlığıdır. Göytürklər Böyük Hun imperatorluğunun dağılmasından sonra onlar Juanların əsarəti altında yaşamışlar bir müddət və onların silah düzəldənlər və dəmirçilər idilər. Amma Göytürklər bu əsarətlə barışmaq istəmirlər və 552-ci ildə Buman xaqanın başçılığı altında Juanlara qarşı üsyan qaldıraraqdan azad olurlar və 1-ci Göytürk xaqanlığını qururlar. 552-ci ildən 588-ci ilə qədər mövcud olubdur 1-ci Göytürk xaqanlığı.
Paytaxtı Ötükən şəhəridir və Aşina nəslindən hesab olunurlar. Onu da deyək ki, adında türk sözü olan ilk türk dövləti məhz Göytürk xaqanlığıdır. Göytürklərin birinci Göytürkün xaqanlarından Bumun xaqanı, Muğan xaqanı adını çəkə bilərik. İstəmirsək ya bu kimi fəaliyyət göstərirdi. Ümumiyyətlə, Göytürk dövlətinin ərazisi böyüdükcə idarə etmədəki çətinlikləri nəzərə alaraq əsas hissəni şərq vilayətlərini xaqanın özü idarə eləyirdi. Qərb vilayətlərini isə ikinci şəxs sayılan Yabqu idarə eləyirdi. Yabqu hakim süvarilərə mənsub olurdu və türk dilində yavuq yaxın mənalarını verirdi. Göytürk hökmdarlarından Bumun xaqan dedi ki, Juan zülmünə son qoyub müstəqil dövlət yaratmışdı. Ondan sonra hakimiyyətə gələn Muğan xaqanın dövründə dövlətin vəziyyəti daha da güclənir. O da Juanlarla mübarizə aparıb, artıq ortaq xüsusiyyətləridir. Həmçinin də Çini asılı hala salmışdı. İstəmi Yabqunun dövründə isə, yəni İstəmi də qərb vilayətlərini idarə eləyirdi. O da uğurlu yürüşlər təşkil edərək Xəzərləri tabe etmişdi. Bizansla diplomatik əlaqələr saxlayırdı. Çünki onların hər ikisinin ortaq düşməni Sasani dövləti idi. Sasanilərin onların ortaq düşməni olması idi. Sasanilərlə birləşib 567-ci ildə Axun dövlətini süqut etdirmişdi. Axunlar tabe etdikdən sonra, yəni süqut etdirdikdən sonra Sasanilərdən tələb edir ki, Axunlar ödədikləri xəracı bunlara versin. Ancaq razılaşmadığından dolayı Sasanilərlə də mübarizə aparıb onlar üzərində üstünlük qazanaraq Soqdiyananı ələ keçirmişdi. Daha sonra isə Göytürk dövlətinin zəifləmə səbəbindən danışaq. 588-ci ildə Göytürk dövləti zəifləyib və parçalandı. Bunun səbəbi nə idi? Çinlə yaxınlaşma və Budizm dinini himayə etməsi. 588-ci ildə Şərqi və Qərbi Göytürkə parçalanırlar. Şərqi Göytürk dövləti 7-ci əsrin 30-cu illərində Çin əsarətinə düşür. Qərbi Göytürk dövləti isə 7-ci əsrin 50-ci illərində Çin əsarətinə düşür. Ancaq Qərbi Göytürk dövləti ilə ortalarında da süqut eləyir. Onun yerində Xəzər xaqanlığı yaranır. Xəzər xaqanlığı da deməli Göytürkləri özlərinin vassalı hesab, daha doğrusu varisi hesab edirlər. Göytürklər azadlıq sevirdilər. Onlar əsarətlə barışmırdılar və 639-cu ildə Kürşadın başçılığı altında üsyana qalxırlar. Kürşad üsyanı Çin əsarətinə qarşı çevrilmişdi. Üsyan çətinliklə də olsa Çinlilər tərəfindən yatırılır. 7-ci əsrin 80-ci illərində isə növbəti üsyan baş verir Qutlux xaqanın başçılığı altında. Bu da Çin əsarətinə qarşı yönəlmişdi və bu üsyan nəticəsində isə Göytürklər uğur qazanırlar. Yəni Çin əsarətinə son qoyurlar və ikinci Göytürk dövlətinin yaranması ilə nəticələnir bu üsyan. Qutlux xaqan, İltəris xaqan, elin xilaskar, eli bir yerə toplayan mənasında işlənir. Adı Ötkəni paytaxt edərək yeni bir dövlətin əsasını qoyur. İkinci Göytürk dövlətinin mövcud olduğu vaxtlar 682-dən 744-ə qədərdir. Birinci Göytürk xaqanlığı kimi onun da paytaxtı Ötükən şəhəri idi. Ötükən. Qutlux xaqanın vaxtında o digər Göytürk hökmdarlarından fərqli olaraq Çin şahzadəsindən deyil, türk qızı ilə evlənmişdi. Ordusunun təşkilində, diplomatik işlərində ona köməklik edən səlahiyyətli şəxs isə Tonyukuk idi. Qutlux xaqan öldükdən sonra övladları az yaşlı olduğundan qardaşı Qapağan xan gəlir hakimiyyətə. Göytürk xaqanlığı onun dövründə daha da güclənir. Növbəti hökmdar Bilgə xaqandır. Bilgə xaqan Mərkəzi Asiya türk tayfalarını tabe eləyir və Çini asılı hala salır. Burada da görünür ki, birinci Göytürklərdə deməli Muğan xaqan, ikinci Göytürklərdə isə Bilgə xaqanın vaxtında Çin asılı hala salınmışdı. Onun yaxın köməkçisi vardı, ordu komandanı Yabqusu, Kültigin və baş məsləhətçisi Tonyukuk vardı. Qərb tarixçiləri Tonyukuku türklərin Bismarck adlandırır. Uzaqgörə və dahi şəxsiyyət idi. Hər zaman ağıllı məsləhətləri ilə xaqana dəstək olurdu. Tonyukuk, Kültigin və Bilgə xaqan üçü də 8-ci əsrin 30-cu illərində vəfat edirlər və bu da
o dövlətin zəifləməsinə gətirib çıxarır. Kültiginin azyaşlı oğlunun taxta çıxması Göytürk bəyləri arasında narazılığa səbəb olur. Hakimiyyət onunla mübarizə şiddətlənir və bundan istifadə edən Uyğur tayfaları, Uyğurlar 744-cü ildə hücum edib ikinci Göytürk dövlətinin də varlığına son qoydular.